və Şəki şəhər icra hakimiyyəti başçısına yeni müavin təyin edilib. Bu barədə Banker Az saytı məlumat yayıb və rayon icra hakimiyyətinin başçısı Elxan Usubovun əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini, İctimai Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri təyin edilib. Bununla da başçının müavinlərinin sayı 2-yə yüksəlib, ancaq birinci müavin postu hələ ki vakant olaraq qalır. Qeyd edək ki, 1986-cı il təvəllüdlü Xəyalə Töhrablı bu təyinata qədər Şəki şəhər Uşaq İncəsənət Məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb və ixtisasca musiqi müəllimidir. Ümumiyyətlə, mən qınamaq da istəmirəm bu təyinatı, ancaq bu xanımın əgər indiyə qədər belə özəllikləri və s. belə deyək də, xüsusi bacarığı olubsa, icra başçısının müavini olmaq kimi bir bacarığı olubsa, nə əcəb, yəni ilk dəfədir, belə deyək də, belə bir vəzifə tutur. Yəni, musiqi məktəbinin müavini ilə, yəni direktor müavini, icra başçısının müavini tamamilə bir xeyli həm subordinasiya baxımından fərq var, həm də ümumiyyətlə iş metodikası və s. musiqi və Şəki də kənd rayonudur, bilmirəm necə olacaq, hər halda yəqin başçının bir bildiyi var.